bir insan, yəni necə ola bilər ki, Muhammedən Rasulullah desin, Peyğəmbər s.ə.v-in xəbərlərini təsdiqləməsin. Bu ağla uyğundur, bu ağla uyğun deyil. Allah Rasulullah s.ə.v bir gün sahabələrin içərisində olarkən dedi ki, dana danışdı. Sahabələr tərcümə Allahın Rasulü, çünki xarakter olaraq, adət olaraq dana danışan deyil, insandır danışan. Peyğəmbər s.ə.v sahabələrin təəccübləndiyini görəndə deyir ki, Əbu Bakırın Ömər olsa təsdiqləyəsiydi. Əbu Bakırın Ömər olsa təsdiqləyəsiydi. Hətta Peyğəmbər s.ə.v Mədinəyə gələndə bilirsiniz, kötüyünün üstündə xütbə verərmiş. Məscid tiklənə kimi. Məscid tikiləndə, yəni artıq minbərə çıxıb xütbə verməsində. Kötük ağladı. Hətta sahabələr deyir, kötüyün inilti səsini eşitdi. İniltinin ağlayır. Peyğəmbər s.ə.v deyir ki, ağlama, sən cənnətdə mənlə olacaqsan. Sən cənnətdə mənlə olacaqsan. Subhanallah, yəni bu adət olaraq, yəni görünməyən bir şeydir. Kötüyün ağlaması, öküzün dananın danışması məsələn. Lakin Allah Rasulü s.ə.v xəbər veribsə, hədislər səhihdirsə biz vacibdir ki, biz onu qəbul edək. Ağlımız kəssə də, kəsməsə də, qəbul etsə, etməsə də, xoş gəlsə də, gəlməsə də. Budur iman. Yoxsa hər gördüyün şeyə inanmağın, hər hikməti bilinən şeyə inanmağın əsl iman deyil ki. Allah Teala özü ilə yanaşı, axirət məsələlərini yanaşı tutur. Kəslər ki, Allaha iman gətirdilər və axirət gününə iman gətirdilər. Nəyə görə axirət gününü zikr edir? Özü ilə yanaşı. Çünki qardaş, axirət gününə iman gətirmək çətindir. Çünki insan görməyib axirəti, görməyib cənnəti, görməyib cəhənnəmi, oradakı nemətləri, cənnətdəki, cəhənnəmdəki əzabları görməyib. Ona görə də insan iman gətirməsi mümkün olur, çətin olur. Allah Teala ona görə dedi ki, kəslər ki, Allaha iman gətirdilər və axirət gününə iman gətirdilər. Onda insanın imanı ələklənir, onda insanın imanı həqiqi ortaya çıxır. Yoxsa hər zahiri, misal üçün görülən şeyə, gözlə müşahidə olunan şeyə və hikməti bilinən şeyə iman gətirmək nə var ki? Əsas görülməyən şeyə, əsas hikməti bilinməyən şeyə iman gətirmək.